Kişinin cinsi zəifliyi ürəkdə mövcud olan problemdən asılıdır və adam davamlı olaraq tabletka atır ki, cinsi aktivliyi bərpa eləsin. Hansı risklə üzbözüdür? Bu, ümumiyyətlə, bugün cəmiyyətimizin ən ağır problemlərinin biri sayıram mən bunu. Yəni, siz fikir verirsinizsə, son dövrlər cavan adamlarda qəflət ölümlərin sayı artıb. Qəflət ölümlərin yaranmasında əlbəttə ki, bu cür halların gizlədilməsi və gizlənən dərmanların alıb atılması çox böyük rol oynayır. Hesab edin ki, damar xəstəliyi var, arterioskleroz var, yəni qan hərəkətini qova bilmir və o dərmanı atırkən bu qanı qovsun. Bu da insanda ürəkdə problem yaşayacaq. Eyni zamanda bəzi insanlar var ki, təzyiqi aşağıdır və həmin insanlara dərman atmaq olmaz, o dərman atırlar, bu da problem yaşadır. Eyni insan öz zamanda bəzi insanlarda ürək ritminin pozulmasına səbəb olan problemlər yaşanır və bütün bunların hamısı nəzərə alınır. Qəflət ölümlərin yaranmasının bu dəqiqəki ən böyük səbəbi həmin dərmanlar arasıdır.